Üçüncü dərstimiz Amerika Birləşmiş Ştatlarıdır. Başlayaq dərsə. Amerikan kəşfindən sonra Avropalılar bu qitəyə maraqlarını artırdılar və bunlarda müstəmləkə ələ keçirmək uğrunda mübarizə İspaniya, Portuqaliya, İngiltərə və Fransa arasında gedirdi və bunlar xüsusilə seçilirdi. Müstəmləkəçilər yeni dünyanın gəlişini, qitənin yerli əhalinin kütləvi məhv edilməsi və sürətli məskunlaşması ilə müşahidə olunurdu bura gəlişləri. Amerikanın ilk İngilis məskunlarının salmasına baxaq. 1607-ci ildə Şimali Amerikanın şərqində Atlantik Okeanı sahilində ilk İngilis koloniyası salındı. 17-ci əsrdə İngiltərə Şimali Amerika köçüb gələnlərin əksəriyyəti torpaqsız kəndlilər və dini təzyiqlərə məruz qalanlar idi. Daha sonra baxacağıq ki, digər Avropa dövlətlərindən fərqli olaraq burada İngiltərədən köçüb gələnlərin sayı daha da sürətlə artmışdı və bir müddət sonra Atlantik Okeanı sahillərində İngilis koloniyalarının sayı 13-ə çatdı. Onlar birlikdə yeni İngiltərə adlanmağa başladılar. 17-ci 18-ci əsrdə Şimali Amerikaya məskunlaşan Avropalılar İngilislər, Hollandlar, İsveçlər, Almanlar, Fransızlar, İspanlar və Portuqallar idi. Amerikada hindulara qarşı qırğınlara baxaq. İngilis məskənlərinin salındığı ərazilərdə yerli əhalisi hindular idi. Onlar qızıldərililər də deyilirdi. Avropalılar Amerikaya gələn zaman hindular belə qəbilə halında yaşayırdılar. Hətta ovçuluq və qismən də əkinçiliklə məşğul oldular. Gəlmələr hindulardan tütün, qaraqları bezərməyi öyrənmişdi. İlk vaxtlarda gəlmələr hindular arasında sözsevər münasibətlər mövcuddur, lakin sonradan bu hadisələr toqquşmaya çevrildi. Toqquşmalara baxaq, səbəbi nə idi? İngilislərin hinduların torpaqları zəbt edərək materikin daxilinə doğru irəliləməsi və yerli əhali ilə amansız rəftarı nəticədə hinduların çoxu məhv edildi və soyqırıma məruz qaldı. Hinduların qalan qismi qərbə doğru sıxışdırıldı. İngilislərin qalib gəlməsinin səbəbləri isə hindu qəbilələri arasında birliyin olmaması, hinduların pis silahlanması və odlu silaha malik olmaması idi. İndi koloniyaların idarə olunmasına baxaq. Koloniyaların təbii şəraiti fərqli idi. Bu amil onların fərqli iqtisadi inkişafına yolu seçməsinə səbəb olmuşdu. Şimal koloniyaların, torpaqların mümkün olmaması və qışın uzun sürməsi əkinlə məşğul olmağı çətinləşdirdiyi üçün gəlmələr müxtəlif sənaye sahələri üzrə emalatxanalar və manufakturlar yaratmağa başlamışdılar. Şimali Amerikadakı İngilis koloniya idarə olunmasına baxaq. İngiltərə kralının təyin etdiyi qubernatorlar tərəfindən idarə olunurdu. Hər bir koloniya məclis fəaliyyət göstərirdi. Hər bir koloniyada məclis daxilində qanunlar qəbul edilir və vergilər müəyyənləşdirildi. Yalnız qubernator məclisin qərarını ləğv etmək səlahiyyətinə malik idi. İndi İngiltərə və Fransa arasında olan 7 illik müharibəyə baxaq. 1756 və 1763-cü il. Tərəflər Şimali Amerikadakı İngilis və Fransızlar idi. İngilis-Fransızlar rəqabəti müstəmləkə uğrunda mübarizə İngiltərə qalib gələrək Şimali Amerikadakı Fransız müstəmləkələri, yəni Kanadanı da ələ keçirdilər. Şimali Amerikanın İngiltərə müstəmləkə siyasətində İngiltərə Amerikadakı müstəmləkələrin böyük gəlir əldə edirdi və İngilis kralı burada feodal qaydaların tətbiq olunmasına maraqlı idi. 7 illik müharibədən sonra İngiltərə müharibə xərclərini və Amerikadakı ordusunun xərclərini ödəmək üçün kanonlara yeni vergi tətbiq etdi və bir çox qadağalar qoyuldu. Kanonçular qərbə doğru köçə bilməzdilər. Kanonlarda dəmir məmulatların hazırlanması və parça toxunulması qadağan idi. Koloniyaya məhsul hazır şəkildə İngiltərənin götürülməli idi. İngilis tacirlərinin marağına uyğun olaraq koloniyaların başqa dövlətlərə ticarətinə icazə verilmirdi. 18-ci əsrin ortalarında İngiltərə parlamentinin qəbul etdiyi qanunları koloniyaların başqa ölkələri və ticarət əlaqələri məhdudlaşdırıldı. İdxal olunan fransız, holland malları yüksək vergi ödəməli oldu. 1765-ci ildə İngiltərə parlamentinin qəbul etdiyi möhür qanununa görə koloniyaların əhalisi sənədlər, qəzetlər və digər çap məmulatlarının rəsmi möhür vurmaq üçün vergi ödəməli idi. Lakin narazılığa səbəb olduğu üçün bu qanun ləğv edildi. İndi Boston çay qonaqlığına baxaq. 1773-cü ildə baş vermişdi. İngiltərənin qadağaları ilə barışmayan koloniyalılar təmsilçiləri iştirak etdikləri bütün müşavirələrdə İngilis məhsullarının boykot edilməsi haqqında qərar qəbul etdilər və 1773-cü ildə İngiltərənin Ost şirkətinin çayla yüklənmiş gəmiləri çayı ucuz qiymətə satmaq və Boston limanına yaxınlaşdı bunun üçün. Və buna etiraz edən Hindu geyimində olan bir çox qrup fəalları gəmilərə hücum edib çay qutularını körfəzə atdılar və bu da hadisə tarixə Boston çay qonaqlığı kimi daxil oldu. İngiltərə hökuməti bu hadisədən sonra cavab tədbiri üçün Boston limanını bağladı. Boykot nə idi? Ayrı-ayrı şəxs, təşkilat və dövlətlər əlaqələrinin kəsilməsi, müəyyən məhsulların alınmasından imtina və bu kimi hərəkətlərdən istifadə edən siyasi iqtisadi mübarizə üsulu idi. İndi Şimali Amerikada birinci istiqlaliyyət müharibəsinin, ABŞ-in yaranmasına baxaq. Müharibənin başlanması 1775-ci il 13 koloniyanın İngiltərə müstəmləkəçi siyasətinə qarşı üsyan qaldırması ilə Şimali Amerikada istiqlaliyyət müharibəsi başladı və 1775 və 83-cü illəri əhatə etdi. Müharibənin gedişində koloniyaların əhalisinin istiqlaliyyət tərəfdarlarına və əleyhdarlarına bölünmüşdü. Azadlıq mübarizəsində inqilabi burjuaziya və vətənsevər plantorlar başçılıq edirdi. Filadelfiya konfransı, yəni konqresi 1775-ci il həmin ildə keçirilən koloniyaların nümayəndələri Filadelfiya konfransında George Washingtonu azadlıq ordusunun komandanına təyin etdilər. George Washington müharibə özünü böyük sərkərdə kimi göstərdi. İndi Amerikalıların qəbul etdiyi istiqlaliyyət bəyannaməsinə baxaq. Bəyannamənin məzmunu nədir? Bütün insanlar bərabər yaranmışdı. Tarix insanların hamısının ayrılmaz hüquqları, o cümlədən yaşamaq, azadlıq, səadət can atmaq və müstəqil formalaşmaq hüquqları verilmişdi. Bu hüquqları təmin etmək üçün adamlar arasında hökumətlər təsis edilmiş və idarə olunanların razılığı ədalətli hakimiyyət yaradılmışdı. Bu dayatma forması idarə olunanların mənfəətinə uyğun olmadığı üçün onu dəyişdirmək, yeni hökumət təsis etmək kimi hüquqları var idi. İstiqlaliyyət bəyannaməsinə baxaq. 1. Şimali Amerikadakı 13 İngilis koloniyası İngiltərənin ayıraraq müstəqil plan etdi. Özünü hər bir koloniya ABŞ, Amerika Birləşmiş Ştatlarının
daxilində birləşmə və beləliklə ABŞ-ın, yəni Amerika Birləşmiş Ştatlarının yarandığı elan edilirdi. Hakimiyyətin mənbəyi xalq idi, bütün insanların bərabər yarandığı, kimsənin müstəbidlərini devirmək və hökumətini yaratma hüququ elan olundu. Yəni hər kəs bərabər yarandı və bərabər dövlət yarada bilərdi. Bundan da əlavə qeyd olaraq deyəcək ki, ABC-in İstiqlal bəyannaməsinin mənfi cəhəti qulların və hinduların hüquqları nəzərə alınmaması idi. Müharibənin gedişinə baxaq. Müharibənin gedişinə İngilis donanması Şimali Amerika koloniyalarını blokadaya almışdı. ABŞ ordunun təminatı, yəni çox pis vəziyyətdə idi. 4 Vaşinqton hərbi təlimi olmayan orduya nizam möhkəmlənir, çünki tədbirlər görərək Washingtonu azad etdi. Lakin İngilis ordusu Nyu-Yorku, ardınca Filadelfiyanı tutdu və 1777-ci ildə baş vermiş Saratoga yaxınında döyüşdə ABŞ ordusu qalib gəldi. ABŞ-ın beynəlxalq nüfuzu xeyli artdı. ABŞ Konqresi Avropa dövlətlərinə yardım almaq üçün alim və ictimai xadim Benjamin Franklini Parisə göndərdi. Franklinin səyləri nəticəsində Fransa İngiltərənin zəifləməsinə nail olmaq üçün ABŞ-ın müstəqilliyini tanıyaraq ABŞ-a ittifaq və ticari saziş bağlayıb ona borc verdi və Amerikaya fransız qoşunları, hərbi gəmiləri və silah göndərdi. ABŞ İngiltərənin digər rəqibi olan İspaniya və Hollandiyada ittifaqa girdi. Fransız və İspan donanmaları İngilis gəmilərini basqın etməyə başladı və nəticədə özünün müttəfiq tapa bilməyən İngiltərə qüvvələri parçalandı. 1781-də baş verən Yorktown döyüşü nəticəsində George Washington başçılıq etdiyi ABŞ qoşunları İngilis ordusunu mühasirəyə aldı və müqavimətin mənasında olduğunu görən İngilis qoşunları təslim oldu. Bu qələbə ilə ABŞ müharibənin taleyini həll etdi və İngiltərə müharibənin davam edəcəyi gücü çatmadığını bildi. Baş verən döyüşlərə baxaq. Ən birinci 1775 Concorddur, 1777 Saratoga və 1781-ci ildə isə Yorktown döyüşlərində Amerikalılar qələbə qazandı və bundan sonra baxacaq müharibənin başa çatmasına. Yorktown döyüşündən az sonra İngiltərə müharibənin dayandırmaq qərarına gəldi və ABŞ-da sülh danışıqlarına başladı. 1783-cü ildə Parisində Versalda keçirilən ABŞ-ın İngiltərə arasında konferansda sülh müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə görə, yəni Paris Versal sülh müqaviləsi şərtlərinə görə İngiltərə ABC-nin müstəqilliyini tanıdı. Allegan dağlarından Mississippiyə qədər geniş bir ərazi ABŞ-a daxil edildi və Kanada İngiltərənin müstəviyyəsi kimi qaldı. Daha sonra baxaq ABŞ-ın İstiqlal müharibəsində qalib gəlməsinin səbəblərinə baxaq. Döyüş motivasyonunun güclü olması, Amerikalıların öz vətəni hesab etməsi, olduqları torpağa partizan müharibəsinin tətbiq edilməsi, yandırılmış torpaq taktikasından istifadə edilməsi. Bunun haqqında biz Səfəv dövlətində də keçmişik. Müharibənin İngiltərədən uzaqda aparılması, bu isə baha başa gəlməsi, artan vergilərin narazı olan İngiltərə əhalisinin hökumətdən müharibəni dayandırmağı tələb etməsi. Bundan da əlavə Fransa, İspaniya və Hollandiyanın ABŞ-a kömək etməsindən misal göstərmək olar. İndi cədvəldə müharibənin səbəblərinə baxaq. İngiltərə müstəmləkə zülmü və feodal qaydanı tətbiq etməyə çalışması, müstəmləkə xamal mənbəyi kimi satış bazarı kimi görməsi. Daha sonra nəticəsinə baxaq. ABŞ İngiltərə kimi güclü dövlətə qalib gəldi və ərazisini genişləndirdi, yəni də müstəqilliyini tanıtmalı oldu. Əhəmiyyəti isə bu idi ki, demokratik quruluşu monarxiya və müstəmləkə zülmü üzərində qələbə qazandı. Avropada inqilabi hərəkət təsir göstərdi və vətəndaş sisteminin qurulmasında mühüm rol oynadı. İndi ABŞ-ın konstitusiyasına baxaq. Bu konstitusiya keçən il qəbula düşmüşdü. Şimali Amerikanın 13 koloniyası müstəqillik elan etdikdən az müddət sonra vahid mərkəzi hökumət ehtiyac yarandı və 1787-ci ildə Filadelfiya ştatının nümayəndələrindən ibarət təsissiz ABŞ-ın konstitusiyasını qəbul etdi və ABŞ-ın idarəetmə formasının quruluşunu müəyyənləşdirən konstitusiyaya görə ABC federativ respublika oldu. Hakimiyyət 3 qola qanunverici, icraedici və məhkəmə hakimiyyətinə bölündü. Hər 3 qolun hər birinin digər işini yoxlamaq səlahiyyəti verildi. Hakimiyyətin mərkəzi hökumət və aylar işçi hökumət arasında bölüşdürüləcəyi federal sistem yaradıldı. İndi baxaq 1787-ci ildə konstitusiya dövlət quruluşuna. Ali qanunverici orqan Konqres idi. Konqres 3 palatından ibarətdir. Yuxarı palata Senat. Hər bir ştat qanunverici orqan tərəfindən 2 nəfər senator seçilir və senata göndərildi. Aşağı palata isə nümayəndələr palatası idi. Üzvləri birbaşa xalq tərəfindən seçki yolu ilə seçilirdi. İcraedici hakimiyyətə baxaq. Prezident idi. Bu prezident 4 ildən bir seçilirdi. Prezidentin səlahiyyətlərinə daxil idi. Qanunları icra etmək, xarici siyasətə nəzarət etmək, hərbi qüvvələrə komandanlıq etmək, ali məmurları vəzifəsinə təyin etmək və qanunlara veto qoymaq idi. İndi məhkəmə hakimiyyətinə, yəni ali məhkəməyə baxaq. Hakimləri senat tərəfindən təsdiqi ilə prezident ömürlük seçildi. Qanunların konstitusiyaya uyğunluğunu nəzarət edir və konstitusiyanı dövlətin ali qanunu kimi tətbiq edirdilər. 1787-ci konstitusiyasında federal hökumətə verilən səlahiyyətlər bunlar idi: vergiləri toplamaq, ordu toplamaq, ticarəti nizamlamaq və milli valyutanı hazırlamaq idi. ABŞ konstitusiyasının müsbət cəhətləri Avropa monarxiyalarındakı qaydaya nisbətən irəli böyük addım idi. Mənfi cəhət isə seçki hüquqlarının göstərilməməsi idi. Bu ştatların daxili qanunvericiliyi müəyyən olunurdu. Bütün ştatlara seçki hüququ olmaq üçün mülkiyyət sahibi olmaq lazım idi və qadınlar, qullar, hindular və adəlli aşağı təbəqə seçilmə hüququndan məhrum idi. 1789-cu ildə seçkilərdə George Washington ABŞ-ın ilk prezidenti seçildi və 1790-cı ildə konstitusiyaya dəyişikliklər olundu, 10 əlavə düzəliş olundu. Bu da hüquqlar haqqında bil anlamına gəlirdi və buna əsasən vətəndaşlara söz, yığıncaq, vicdan, din, azadlıq, mülkiyyət və digər hüquqlar verildi və məhkəmənin hökmü olmadan axtarış və həbslər qadağan olundu. İndi ABŞ 20-ci əsr və 19-cu əsr və 20-ci əsrin əvvəllərindəki mövzuya baxaq, yəni başlığa baxaq. ABŞ 19-cu əsrin əvvəllərində ABŞ-ın yaranması ilə Amerika qitəsində yeni dövlətçi ənənələrin əsası qoyuldu və bu da müstəmləkəçiliyə ciddi zərbə vurdu. ABŞ-ın ərazisini genişləməni təmin etmək üçün ABŞ Avropa və Asiyadan kənarda yerləşməsi, ABŞ-ın qitə rəqibinin olmaması Avropa dövlətləri arasında ziddiyyətlər buna səbəb idi. ABŞ torpaqlarını genişləndirirdi buna görə.
Birinci İstiqlaliyyət müharibəsindən sonra aşağıdakı amillər ABŞ-ın iqtisadi və sosial inkişafı üçün əlverişli şərait yaratdı. Müstəqil dövlətin yaranması, hərbi xəstələrin az olması, geniş ümumi torpaqların olması və zəngin faydalı qaynaqların olması buna misal idi. ABŞ gəmisinin inkişafına görə İngiltərədən sonra dünyada ikinci yeri tutdu. ABŞ-ın yaranmasından etibarən əsas diqqət dövlətin birtərəfliyinə və vəziyyətin qorunmasına yönəlmişdi. Ona görə də Avropa dövlətləri və sülh əməliyyatının davamlı olması məqsədi ilə Fransa inqilabından sonra Avropa dövlətləri koalisiyaya onları müharibəyə başlayarkən Fransız hökumətinin müttəfiqi olan ABŞ, İngiltərə və İspaniyaya qarşı müharibədə dəstək gözləyirdi. Lakin ABC bu müharibədə bir tərəf qaldığını elan etməsi və İngiltərə ilə ticari əlaqələrini bərpa etmək üçün atdığı addımlar Fransanın kəskin narazılığına səbəb olmuşdu. Napoleon Bonaparte Fransada hakimiyyətə gəldikdən sonra Avropaya yönəldiyi üçün ABŞ münasibətlərini nizamladı. Ancaq Fransa İspaniyadan Luiziana alması ilə yenidən ABŞ-Fransa münasibətləri gərginləşmişdi. Çünki ABŞ cənubda zəif bir İspaniya yerinə güclü Fransa ilə sərhəd olmasını arzulamırdı. Avropada apardığı müharibədən böyük vəsait edici olduğu üçün Napoleon Luiziananı ABŞ-a satdı və bu da pozulmuş münasibətləri yenidən düzəltmiş oldu. Thomas Jefferson prezidentlik dövrünə baxaq 1801-1809-cu il. 1800-cü ilin sonunda keçirilən prezident seçkilərində qalib gələn Jefferson növbəti ilin əvvəlində vəzifəsinin icrasına başladı və Jefferson prezidentlik dövründə bütün siyasi qüvvələrə əməkdaşlığa çağırdı. Naziləri təyin edərkən onun bacarıqlarına və regional mənsubiyyətinə diqqət yetirərək ştatlar arasındakı birliyi gücləndirməyə çalışırdı. Və bayaq dediyimiz kimi Luiziananı 1803-cü ildə sülh yolu ilə ABŞ-la birləşdirdi. Bu amillər Jeffersonun nüfuzunu xeyli artırdı. Bundan istifadə edən Jefferson ölkəni möhkəmləndirmək üçün tədbirlər həyata keçirdi, seçki mülkiyyətin şərtini ləğv etdi, borclar və məhbuslar üçün humanist qanunlar qəbul etdi və vətəndaşların sosial vəziyyəti ilə bağlı mütərəqqi addımlar atdı. Yeni ərazilərə doğru məskunlaşmağa icazə verildi. Qulluğun ləğv olunması yolunda təşəbbüslər göstərdi və ölkə yeni qulluğun qarşısını aldı. Lakin Cənub ştatının etiraz üzündən tam ləğv edə bilmədi. ABŞ-ın ikinci İstiqlaliyyət müharibəsinə baxaq 1812 və 1814-cü il. Napoleon apardığı müharibələr ABŞ-ın ticari donanmasının Avropa limanlarına hərəkət etməsinə mane olurdu və 19-cu əsrlərdə aşağıdakı amillər ABC-in İngiltərə məhsullarına daha gəlişməsinə səbəb oldu. İngiltərə hərbi donanmasının Avropa limanlarına hərəkət edən ABC ticari gəmilərinin müsadirə etməsi, ABŞ-ın müharibədən ölkələrə ərzaq göndərməsi, Kanadanı işğal etmək istəməsi ABŞ-ın və İngiltərənin Amerikadakı keçmiş məhsullarını geri qaytarmaq istəyi və birinci müharibənin əvəzini çıxmaq istəyi idi. Bu amillər 1812 və 14-cü ildə ABŞ və İngiltərə arasında ikinci İstiqlaliyyət müharibəsinə səbəb oldu və 1812-ci ildə ABŞ-ın Kanadaya qoşun yeritməsi ilə müharibəyə başladı. İngiltərə Fransanın Avropada məğlubiyyətindən sonra bütün qüvvələrini ABŞ-a yönəltdi və təcrid dəniz blokadası nəticəsində ABŞ iqtisadiyyata zərbə endirildi. Vaşinqtona keçirilməsindən sonra Amerikanın yenidən öz istiqlaliyyətini qorumaq üçün mərkəzə soxulan İngilis qoşunlarını məğlub etdi və 1811-də Belçikada ABŞ və İngiltərə arasında Gent müqaviləsi imzalandı. İkinci İstiqlaliyyət müharibəsi başa çatdı. Gent müqaviləsinin əsasən tərəflər arasında müharibədən əvvəlki vəziyyət bərpa olundu. İngiltərə ABŞ-ın müstəmləkəsi üçün baxmaqdan tamamilə əl çəkdi və ABŞ Kanada iddialarından əl çəkdi. Müharibənin gedişində yerli hinduların bir hissəsi məhv edildi. Qalanlar isə Mississippi çayından qərbə doğru hərəkət edərək onlar üçün ayrılmış ərazilərə köçdülər. 19-cu əsrin əvvəlində Avropada aparılan müharibələr ABC-in öz arasında genişləməyə imkan yaratdı. 19-cu əsrin ortalarına qədər Luiziana, Florida, Şimali Karolina və Texas ABŞ-a birləşdirildi. Luiziana 1803-cü il Fransadan alınmışdır. Gregon 1846 İngiltərədən alınmışdır və New Mexico 1848-də Meksikadan alınmışdır. İndi Monroe doktrinasına baxaq. 1823-cü ABŞ prezidenti James Monroe tərəfindən irəli sürmüş Monroe doktrinasına əsasən Avropa dövlətləri Latin Amerikasının öz nüfuzlarına etmək istəyinə qarşı yönəlmişdi. Dünya Amerika və Avropa sistemlərinin bölməsi ideyası elan edilmiş və onların bir-birlərinin daxili işlərə qarışmaması tələb edilmişdir. ABŞ qitəsində ABŞ-ın nüfusu dairəsini genişləndirməyə imkan yaratmışdır bu doktrina. ABŞ-ın şimal və cənub arasında fərqlərə baxaq. Ən birinci abolisionistlər hərəkatına baxaq. ABŞ və şimal əhalisinin çoxu protestant idi. Sənaye və ticarət xeyli inkişaf etmiş, quldarlıq ləğv olunmuşdu. Kənd təsərrüfatında fermer təsərrüfatı inkişaf etmişdi. Burada İngiltərədən gətirilən mallar tədricən qadağa qoyulması və yerli sənayenin inkişafına təkan verilmiş, banklar yaranmağa başlamış və kapitalizm inkişafı üçün geniş imkanlar yaratmışdı. Cənubda isə əhalinin çoxu katolik idi. Əhalinin əsasən kənd təsərrüfatına məşğul oldu. Kənd təsərrüfatının quldarların pambıq plantasiyasını təşkil edirdi. Afro-Amerikalı qulların əməyindən geniş istifadə olunurdu. Quldarlıq quruluşunun qalması sənayenin inkişafına başlıca mane idi və irqi ayrı seçkilik isə dərin kök salmışdı. 19-cu əsrin 30-cu illərində ABŞ-da abolisionistlər hərəkatı geniş fürsət aldı. Abolisionistlər quldarlığın ləğv edilməsini tələb edirdi. Daha sonra ABŞ-ın vətəndaş müharibəsinə baxaq 1861 və 1865-ci illərdə ABŞ-dakı partiya yaranmışdı. Bunlar 1828-ci ildə Demokratlar və 1854-cü ildə Respublikaçılar partiyası idi. Respublikaçıların tərəfdarları fəhlələr, fermerlər, ticarət və sənaye burjuyaziyası idi. Partiya rəhbər rolu sənaye burjuyaziyası məxsus idi və 1861 seçkilərində quldarlığa qarşı münasibət nəticəsində demokratlar arasında yaranmış qarşımalardan istifadə edərək Respublikaçı partiya namizədi Abraham Lincoln qalib gəldi. Bununla razılaşan Cənub qulları ittifaqdan çıxdı və Amerika Ştatlar Konfederasiyasını yəni açıq yaratdılar. Bu qarşıdurma ölkədə vətəndaş müharibəsinə gətirib çıxartdı. Lincoln mərkəzdən ayrılan ştatlara üsyan çadladaraq müharibə başlatmış oldu. Beləliklə
61-65-ci əhatə edən Vətəndaş müharibəsi başladı. Müharibənin əsas səbəbləri sənaye baxımından inkişaf etmiş şimal qullarının hökm sürdüyü Cənub ştatları arasında ziddiyyətlərin kəskinləşməsi və Cənubda plantorlarının qullara qarşı iç qarşıdurmanın qızışdırması, hadisə iqtisadi və irqi seçkilik kimi görünsə də, əslində bu protestant şimalda katolik cənub arasında mübarizə demək idi. Vətəndaş müharibəsi əsasən iki dövrə bölünür. Birinci dövr 1861-62-ci illərə əhatə edirdi. İkinci dövr isə 63-65-ci illərə əhatə edirdi. Cənub ştatları müharibənin birinci mərhələsində İngiltərə və Fransadan kömək alaraq daha çox uğur qazandılar. Onlar Vaşinqtona ələ keçirmək istəyirdilər. Vətəndaş müharibəsinin başlanğıcında komandanların təcrübəsiz generalların yanında olması ABŞ qüvvələrinin bəzi məğlubiyyətlərə üzləşməsinə səbəb oldu. ABŞ hökuməti müharibədə qalib gəlmək üçün bəzi tədbirlər gördü. Bu liberal addımlar müharibənin şimalda üstünlüyü təmin etdi. Müharibədə şimalın üstünlüyünü təmin etmiş oldu. ABŞ müharibə zamanı bəzi tədbirlər həyata keçirdi. Bunlar 1862-ci ilin mayında qəbul olunan Homesteadlər haqqında qanun idi. Torpaq becərmək istəyən hər bir Amerikalı cüzi rüsum ödəməklə qərb tərəfdən 160 akr, yəni 65 hektar torpaq sahəsi ala bilərdi. Əldə olunan torpaq sahəsi səmərəli şəkildə becərilməli və burada qullardan istifadə olunmamalı idi. Əsas şərtlərdən idi. Və 1862-ci ildə azad olunma haqqında bəyannaməyə əsasən 1863-cü ilin yanvarında ABŞ-da qulluq, yəni quldarlıq ləğv olundu. Daha sonra 1865-ci apreldə Şimal ordusu Amerika Ştatlar Konfederasiyasının ordusunu məğlub edərək paytaxtını tutdu və bundan sonra Konfederasiya ordusu təslim olması ilə müharibə şimalın qələbəsi ilə başa çatdı və ABŞ-ın bütövlüyü bərpa olundu. Vətəndaş müharibəsinin bitməsi ilə bir neçə gün sonra cənublar düşmənçilik fəaliyyətini davam etdirərək Amerikan prezidenti Abraham Lincoln sui-qəsd nəticəsində öldürdülər və bununla da bunlar arasında mübahisə tamamilə bitmiş oldu. 1860-cı konqresdə konstitusiyaya düzəliş edildi. ABŞ-ın bütün ərazisində Qaradərilər, Ağdərlərlə bərabər mülki və siyasi hüquqlar aldılar. Vətəndaş müharibəsindən sonra aşağıdakı amillər ABŞ-ın sürətli iqtisadi inkişafını təmin etdi. Bunlar bütün ölkədə quldarlığın ləğv edilməsi, kənd təsərrüfatının kapitalizmin fermer yolu ilə inkişaf etməsi, dəmir yolunun çəkməsinin geniş miqyas alması və istehsalda ən yeni elmi kəşf və ixtiradan istifadə olunma idi. Nəticədə ABŞ sənaye məhsulları istehsal həcminə görə dünyada birinci yerə çıxdı. Vətəndaş müharibəsindən sonra ANC sərhədləri yenidən genişləndirildi və ərazidə Rusiyadan alınmış Alyaska daxildir 1867-ci ildə və burada bir qeyd var. Amerikada birinci istiqlaliyyət müharibəsindən fərqli olaraq Vətəndaş müharibəsinin nəticəsində quldarlıq qədəri tamamilə edilmişdi. İndi ABŞ 20-ci əsrin əvvəllərinə baxaq. İnkişafına görə bütün dünya ölkələrindən geridə qoydu. Sənaye istehsal həcminə görə dünyada birinci yerə çıxdı. Sənaye yeni sahələrə inkişaf etdi. İnsihar bilikləri, yəni trestlər mövcud idi. ABŞ-da John Rockefeller tərəfindən yaradılmış standart oil ilk trest idi və bu trest dünyada arasında ən böyük neft insanlarından birinə çevrilmişdi. İnsihar nə idi? İstehsal, satış və xarici ticarətdə müstəsna hüquqa malik olmaq idi. İnsihar bu idi. Trest isə tərkibə daxil olan müəssisələrin özlərinin istehsal, satış hüququ müstəqilləşən edilişləri insihar formaları idi. 1900 və 1903-cü ildə dünyada iqtisadi böhran baş verdi və ABŞ hökumət böhranını çıxmaq üçün islahatlar həyata keçirdi. Bu dövrdə islahatların ən görkəmli nümayəndəsi Theodore Roosevelt və Woodrow Wilson idi. 1900-cü ildə prezident seçilən respublikaçı Macmillan bir il sonra sui-qəsd nəticəsində öldürüldü və onu Theodore Roosevelt əvəz etdi. İndi Theodore Rooseveltin birinci prezident dövrünə baxaq 1901 və 1909-cu illər İqtisadi dövlət tərəfindən tənzimlənməsini istiqamətində ilk addımlar atdı. Konqresə trestlər yerinə qanunlar qəbul etdi. İri trestlər və digər insihar qrupları fəaliyyətinə dövlət nəzarəti qoymaqla kapitalın həddindən artıq mərkəzləşməsinə mane olmaq istəyirdi. Dövlətin iri insanlar üzərində nəzarəti gücləndirdi. ABŞ Cənubi Amerika ölkələri münasibətdə böyük dəyənək siyasətini həyata keçirdi. Nə idi böyük dəyənək siyasəti? Latin Amerika ölkələrinə qarşı zorlaqlıq prosesində həyata keçirilən siyasət idi. Rooseveltin prezidentlik dövründə xarici siyasətdə əhəmiyyətli dəyişikliklər baş verdi. ABŞ-ın borcu beynəlxalq polis rolunun üzərinə almaq idi. Bu siyasət prezident William Taftın dövründə davam etdirildi və 20-ci yüzilin əvvəllərində ABC xarici siyasətinin əsas dərəcəli prinsiplərini təşkil etdiyi halda Rooseveltin dövründə ümumdünya siyasətində ABŞ-ın söz sahibi olması, Latin Amerikasında Avropa dövlətlərinin sıxışdırıb çıxarılması, Çin və digər Asiya ölkələrində ABŞ-ın mövqeyinin möhkəmləndirilməsi, Avropada nüfuzunu güclənmək üçün ümumdünya ağırlığını təmin etmək siyasəti həyata keçirildi. İndi William Tafta baxaq. William Taft respublikaçı William Taft tərəfinin dövründə ABC borc verməklə dollar diplomatiyası vasitəsilə Latin Amerikası ölkələrini yarım müstəqil müştərilərə çevirmişdi. Yəni bir sözlə belə deyək, müstəmləkəsinə də yarım özündən asılı vəziyyətə çevirmişdi. Woodrow Wilsona baxaq. Woodrow Wilson 1913 və 1921-ci illərə baxaq. Hakimiyyət dövrünün onun 1912-ci ildə Woodrow Wilson prezident seçildi. Onun əsas qarşıda duran bunlar idi. Bir, vergilərin azaldılması, 2, trestlər əleyhinə qanunların qəbul edilməsi və 3 isə 8 saatlıq iş günü təyin etmək idi. Yəni iş vaxtını 8 saata endirmək idi. Yeni demokratik dövr adlanır. Yəni yeni demokratiya dövrü. Woodrow Wilson dövründə gömrük, bank, maliyyə statları keçirildi, bank sistemi üzərində dövlət nəzarəti qoyuldu, sənaye insahları üzərində dövlət nəzarəti gücləndi. Bu tədbirlər ABŞ-ın azad rəqabət mühitini yaxşılaşdırdı və 1913-cü il konstitusiya düzəlişi edildi.
Bu düzəlişə əsasən senatorlar xalq tərəfindən seçilməli idi. Əvvəllər biz dedik nümayəndələr palatası seçildi, artıq 1913-cü düzəlişi ilə isə senatorlar birbaşa xalq tərəfindən seçildi. Bu dəyişikliklər Birinci Dünya müharibəsi ərəfəsində ABŞ-ın mövqeyini daha da möhkəmləndirmişdi. İndi düzəlişlərə baxaq 1791-ci ildə deyəcəyik ki, hansı idi? Söz, mətbuat, vicdan azadlıqları verilməsi, adamlar yalnız məhkəməyə qayıda həbs edilə bilərdi. Bu George Washingtona aid idi. Daha sonra 1866-cı ildə qaradəlilərlə ağdəlilər bərabər bir yerdə mülki və siyasi hüquqlar aldılar. Lap sonda isə 1910-cu ildə revolyusiya tərəfindən senatorlar birbaşa xalq tərəfindən seçilməli idi. ABŞ mövzusu bu qədərdir. Ərazisi xəritədə göründüyü qədərdir. Ən birinci, yəni müstəmləkə halındadır burada. Daha sonra müstəmləkələr müəyyən bir zamandan sonra dövlət halına gəlir və ABŞ artıq yavaş-yavaş böyük bir dövlətə çevrilir və hətta Birinci Dünya müharibəsində söz sahibi, İkinci Dünya müharibəsində söz sahibi olan ölkəyə çevriləcəkdir. Ümidvaram sizin üçün faydalı olar mövzu, oldu sizə uğurlar.